Bugünkü dərsimizin mövzusu checkbox'dur. Yəni Azərbaycan dilində buna bayraq demək olar, amma loru dildə quş deyirlər. Yəni əgər siz nə vaxtsa müəyyən bir blanklar doldurursa, həmin bu blanklarda belə bir məlumatlar ola bilərdi. Məsəl üçün, cinsiz nədir? Orada yazılır kişi yaxud qadın. Və siz özünüzə uyğun olan qrafada bir dənə quş qoyursunuz. Yaxud təhsiliniz ali ola bilər, orta ola bilər, natamam ali ola bilər və lazım olan qrafada bir dənə quş qoyursunuz, yəni bayraq qoyursunuz. Rus dilində buna flajok deyirlər. Yaxud ptiçka, yaxud qalçka, yəni belə bir işarədir. V hərfində olan bir işarədir, qoyursunuz və məlumatı bildirirsiniz. Eyni əməliyyatı Excel proqramında da yerinə yetirmək olar. Gəl baxaq görək bunu necə eləmək olar. Əgər sizdə 2024-cü ilin ofisi varsa, checkbox'u yerləşdirmək çox asandır. Keçirsiniz Stavka Insert tabına və buradan flajok komandasını istifadə edirsiniz. Şəkildə bunu görürsünüz. Əgər checkbox'u ləğv eləmək istəyirsinizsə, yəni silmək istəyirsinizsə, keçirsiniz Glавное Home tabına və buradan bax bu işarəni seçirsiniz. Очистить, yəni təmizlə, üç bucağı basırsınız. Очистить все, yəni checkbox'ları təmizlə. Və yenə təkrarlayıram, bu 2024-cü ilin ofisində mümkündür. Onun əvvəlki olan ofislərdə 2021, 2019, 2016, 2013-cü ilin ofislərində belə əməliyyatlar mümkün deyil. Gəl baxaq görək bu əməliyyatları necə eləmək olar. Məndə 2016-cı ilin ofisidir. Əvvəlcə bura razработчик tabını yerləşdirmək lazımdır. Standart installyasiyada Excel'də bu tab görsənmir. Gəl mən onu ləğv edeyim. Və görürsünüz, yoxdur. Həmin tabı gətirmək üçün istənilən yerdə, yəni bax burada, istəyirsiniz tabların üstündə, istəyirsiniz bu lentin üstündə sağ düyməni basırsınız, Nastroyka lenti və buradan razработчик sözünün qabağında bir dənə quş qoyursunuz və OK düyməsini basırsınız. Görürsünüz, gəldi. Bundan sonra keçirik tabın içinə və burada vstavit, yəni sənədin içinə yerləşdir əmrindən üç bucağı seçirik və buradan bax bu işarəni seçirik. Görürsünüz, flajok, yəni bayraq. Seçəndən sonra fikir verirsiniz kursora. Kursor hal-hazırda ağ ox rəngindədir və forması da ox şəklindədir. Seçdik və görürsünüz, kursor dəyişir. Qara xaç çarəsidir. İstənilən yerdə, yəni sizə lazım olan yerdə sol düyməni basırsınız və görürsünüz, checkbox yerləşir. Burada sol düyməni işləmək demək olar ki, mümkün olmayacaq. Bir dəfə basanda mışqanın sol düyməsini bura quş qoyulur, ikinci dəfə basanda quş yığışdırılır. Əksər hallarda burada mışqanın sağ düyməsinə işləyəcəyik. Tutalım ki, bu checkbox'u biraz böyütmək istəyirsiniz. Sağ düyməni basırsınız və bu işarələrlə görürsünüz, böyüdüyü checkbox'u kiçiltmək olar. Əgər içində olan məlumatı ləğv eləmək istəyirsinizsə, seçəndən sonra sol düyməni basırsınız və ya bütün məlumatı yığışdırırsınız, yəni mətni yığışdırırsınız, yaxud dəyişirsiniz. Tutalım ki, yığırsınız belə bir söz, tutalım, bəli, yaxud başqa söz, xeyr, yaxud da ümumiyyətlə yığışdırırsınız və checkbox mətnsiz qalır. Sol düymə ilə mışqanın sol düyməsi boş yerdə basırsınız və belə checkbox əmələ gəlir. Əgər yerini dəyişmək istəyirsinizsə, sağ düyməni basırsınız, birim istəyir, yəni yerini dəyiş, bastınız, yaxınlaşdırırsınız bu dairələrə və
içinə yerləşdirirsiniz kursoru. Qara oxlar işarəsi görsənən kimi sol düyməni basırsınız və dartırsınız lazım olan yerə. Bax belə. Əgər kopyalamaq istəyirsinizsə, sağ düyməni basırsınız, kopyalovat. Boş yerdə bastınız. Вставить. Ctrl-C, Ctrl-V. İndi tutalım ki, burada checkbox'u yerləşdirdiniz. Sizə lazımdır bu checkbox'u bu kanallarda tutalım ki, yerləşdirəsiniz. Bunu necə eləmək olar? Birinci variant, sağ düyməni basırsınız. Kopyalovat. Yəni kopyalayırsınız, qoyursunuz bura. Ctrl-V, вставить. Qoyursunuz bura. Ctrl-V, вставить. Qoyursunuz bura. Ctrl-V, вставить. Amma bu elə də rahat üsuldur. Kursoru yerləşdirirsiniz bura. Və sizə bir şeyi də nəzərdə çatdırım. Əgər sol düyməni işləmək mümkün deyilsə, klaviaturada necə işləyirsiniz? Qoyursunuz bu kanala və oxlarla gedirsiniz yuxarı. Ctrl-C yerləşdirdiniz bura. Qaraldırsınız və Ctrl-V. Görürsünüz gəldi. İkinci variant. Necə checkbox'u burada kopyalamaq olar? Yenə də yerləşdirirsiniz üstünə. Amma artıq Ctrl-C, Ctrl-V əvəzinə Dots aşağı və Ctrl-D, yəni Ctrl-D əməliyyatını istifadə edirsiniz. Bax belə. Və indi tutalım ki, bu checkbox'ları yox eləmək istəyirik. Adi üsulla, yəni kursoru üstünə qoyub delete düyməsini basmaq mümkün deyil. Burada da bir neçə variant var. Təbii ki, yenə də təkrarlayıram. Əgər sizdə 2024-cü ilin ofisi deyil, 2024-cü ilin ofisi olanda bu checkbox'u seçib Главное Home tabından bu əməliyyatı seçirsiniz. Очистить все. Onda checkbox ləğv olunur. Başqa ofislərdə aşağıdakı variantlar var. Birinci variant. Qoyursuz kursoru lazım olan checkbox'un üstünə. Keçirsiniz Главное Home tabında bu əmrə. Найти и выделить. Fikir verirsiniz. Burada belə bir əmr var. Vыбор obyektov. Yəni obyektin seçimi. Və bu ox işarəsinin şəklinə baxın. Bax belədir. Seçdik. İndi fikir verirsiniz. Görürsünüz. Artıq belə şəkil alınır. Bundan sonra sol düyməni checkbox'un üstünə qoyub delete düyməsini basmaq olar. Görürsünüz, ləğv edir. Qoydunuz, ləğv elədiniz. Əgər sizə bir neçə checkbox'u ləğv eləmək lazımdırsa və bir-bir ləğv eləmək istəmirsinizsə, onda birinci checkbox'u seçirsiniz. Klaviaturadan Shift düyməsini basırsınız. İkincini seçirsiniz, üçüncünü seçirsiniz. Sonra isə klaviaturadan Delete düyməsini basırsınız. Gördünüz, ləğv elədi. Gəliz qaytaraq dala. Belə. Bu birinci üsuldur. İndi keçək ikinci üsula. Sağ düyməni əməliyyatı yerinə yetirəndən sonra burada mütləq Vыбор obyektov əmrini ləğv edirsiniz. Yəni bir də üstündən basırsınız. Və indi fikir verirsiniz. Görürsünüz, artıq seçmir, quş qoyur. İkinci üsul. Sağ düyməni checkbox'un üstündən basırsınız. Və buradan Вырезать əmrini seçirsiniz. Sağ düyməni bastınız. Вырезать. Checkbox'lar yaddaşa gedir. Yəni mübadilə buferinə. Çağırırsınız mübadilə buferini və buradan checkbox'ları ləğv edirsiniz. Очистить все, yəni checkbox'ları təmizlə. Bax belə. Bu ikinci üsuldur. Təbii əgər yenə də bir neçə checkbox'u silmək istəyirsinizsə, əvvəlcə seçirsiniz sağ düymə ilə. Sonra Shift düyməsini basırsınız. İkincini seçirsiniz sağ düymə ilə, üçüncünü sağ düymə ilə və klaviaturadan Delete düyməsini basırsınız. Üçüncü üsul. Sağ düyməni seçdiniz.
boş yerdə kursoru basırsınız və klaviaturadan delete düyməsini basırsınız. Mən bilən bu üç üsulun içində ən asandır bu əməliyyat. Vurur obyekt. Yəni əksər istifadəçilər sol düymə ilə, muşqanın sol düymə ilə işləməyi üstün tuturlar. Ona görə bu əməliyyat imkan verir ki, sol düyməni istifadə edəsiniz. Bu yine bu qədər. Gələn dərsdə biz bu checkbox əmrinin praktiki tətbiqindən danışacağıq. Yəni konkret bir misallar olacaq və həmin konkret misallarda biz checkboxların praktiki istifadəsini görəcəyik. Bugünə bu qədər. Təşəkkürlər.